2 otaq 60 kvadrat ölçülü kupçalı bir mənzildə qarşınızdayım. Yeni Yasamal Albalı uşaq bağçasının yanı 77 və 211 nömrəli avtobusun dayanacağına yaxın 14 mərtəbəli binanın 12-ci mərtəbəsində kupçalı yeni təmir olunmuş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim edirəm. Burada giriş qapımız yerləşir. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır dəyərli izləyicilərimiz. Deməli, mənzil bir otaq olub, 2 otağa düzəlib, 14 mərtəbəli binadır, 12-ci mərtəbədə sənəd kupça, qeydiyyatda heç kim yoxdur, birbaşa notarial qaydada alqı-satqı edə bilirsiniz. Burada qonaq otağı, burada mətbəx olub, mətbəx giriş hissədə, sol hissədə gətirilərək 2 otağa düzəlib, buranı istəsəniz şüşə ilə də ayıra bilərsiniz. Mənzilin ümumi proyektini sizlərə təqdim edəcəm. Zəhmət olmasa videonu bəyənib kanala abunə olmağı da unutmayın. Burada mənzilin sanitar qovşağı yerləşir. Lazım olan bütün aksesuarlarla da tam şəkildə təmin olunub. Döşəmədə istifoldan istifadə olunub. Dəhliz koridor da həmçinin istifolla təchiz olunmuşdur. Zövqlə təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Burada mənzilimizin qonaq otağı yerləşir. Baxın, belə bir gözəl qonaq otağı var. Baxın, bu şəkildədir. İstilik sistemi kombidir. Otaqlarda batareya yerləşdirilib. Qonaq otağından eyvana çıxış hissə mövcuddur. Baxın, belə bir geniş eyvan hissə var. Səliqəli şəkildə eyvan hissədir. Buranı dəmir barmaqlıqlarla düzəldiblər. Bura Albalı uşaq bağçasının küçəsidir. 77 nömrəli avtobuslar orada dayanır. Təqribi 200-250 metr məsafədə yerləşir dayanacaqlar. Burada kombi hissəsidir. Baxın, belə bir kombi hissəsi yerləşdirilib. Qaz sayğacımız buradadır. Baxın, bu şəkildə eyvan hissədir. Yataq otağından da bu eyvana çıxış mövcuddur. Keçək yataq otağı ilə də tanış olaq, dəyərli izləyicilərimiz. Sonda mətbəxə qayıdacaq. Burada isə mənzilin yataq otağı yerləşir. Bura mətbəx olub, qeyd edirəm. Mətbəx giriş hissəyə gətirilərək 2 otağa düzəlib mənzilimiz. 60 kvadrat ümumi sahəyə malikdir mənzil. Bir otaqdan 2 otağa düzəlmə kupçalı mənzildir. Burada isə mətbəx hissə yerləşir. Görürsünüz necə bir gözəl mətbəx hissə yerləşdirilib. Lazım olan avadanlıqlar da yerləşdirilib. Hazır vəziyyətdədir. Paltar yuyan üçün və soğucu üçün də ayrılmış zolaq mövcuddur. Havalandırma da həmçinin burada yerləşdirilmiş şəkildədir. Mənzil 14 mərtəbəli binanın 12-ci mərtəbəsindədir. Qanunlu bir otaqdan 2 otağa düzəlib, sənəd kupçadır, dövlət ipotekasına yararlıdır. Qiymət 171 min manat başlanğıc qiymətdir və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə və mənzildə görüşənədək.